Başladıq mikro oyuna. İkinci bölüm. Operatörü görəsən. Ama meselen sen ölme tezele sür. Rüfətin başı üçün deyildi, nadir olur. Ara yerdə verdi, Zaskoda getdi, nəysə. Filmdə nə görmüşüksə, and içkamız aramızda qalacaq. Nə evdə zətdə də bir kəlmə demirsən. O bıçaq səhnəsini görməmişdik deyəsən. Bu sür bizlə qəbrə kimi getməlidir. Neçə yaşın var sənin? 17. 18 olacaq. Əminsən? Necə yəni? İnşallah dedi hə? Hə qaqaş, İnşallah. sağ ol, salamatçılıqdır. Narahat olma, tapmışıq, bu dəqiqədə bizləndir. Biletini almışam, ya bir dəfəlik ölkədən gələcək, ya da o dünyaya. Yaxşı. Ölkədən gedəcək zad nədir? Allah verdiği Ferit İsmailoğlu. Hər şahid olanı ölkədən göndərirlər, ailədən uzaq ya da öldürürlər. Bəli. Dünən akşam saat 12-1 arası harda olmuşsan? 9-dakı klubda. Neçə nəfər olmuşsunuz? Mən, Adil, bir də Adilin bir pis oğlu Hikmət. Qoydu cırğa. Yalan deyirsən axı. Yalan deyirsən deyəndə bir də yanımızda 3 dənə qızı var idi. Belə bir Hikmət universitetə qəbul olmuşdu. Onu qeyd edirdik. Yəni bu ümumiyyətlə mən niyə buradayım? Əgər maşına görədirsə. Yo, maşına görə deyil. Dünən 3-cü məhəllədə axşam saat 1-ə 14 dəqiqə işləmiş adam bıçaqlanıb. Hacdım. Hadisə yerində keçinib. Sən və dostun Adil. Bir şey diyeceğim. Sən və dostun Adil deyir. Demir bibisi oğlu da ya da kızlar da. Bu o deməkdir ki, bunlar kameraya baxıblar. Həmən ərəfələrdə, həmən saatda bu ətrafda olmuşsunuz. Deyirəm, bəlkə belə bir hadisəyə şahid olmusan, hə? Yox, biz heç nə görməmişik. Yaxşısı budur, öz adından danış. Yəni Adil də mənlə bir yerdə idi deyə deyirəm. Narahat olma. Onsuz da Adil də dindiriləcək. Deməli belə, dünən gecə, dediyim saatda, dediyim məkanda Nadir Rüstəmov adlı şəxs bıçaqlanaraq öldürülüb. Cinayətkar səhər-səhər özü Bir saniye. gəlib könüllü təslim olub. Adam da gəlib təslim olub kimsə. Tanıyırsan onu? Yox, tanımıram. Biz bir şeylə dəqiqləşdirmişik ki, Bu qaçan değildi, bu bitər danışan. Rüfətlə Nadir orada tək olmayıb. Bizə qonşulardan belə bir məlumat sızıb ki, hadisə yerində 4 nəfər olub. Ola bilər o, digər 2 nəfər sən və dostundur. Yox, canım istəndi, biz cinayətkar deyildik. Bilirəm. İş görürüm. Səni gözləyirəm. Lütfen istedi. Ayrıca yazmaya yatırdığım şey yani bakmaya bayağı adam bakmamış sürü şey gelirdi.
narahat qalıblar. Sən Aga be. Ver görüm ha bura. səndən qabaq bu Ne oldu ki ben ban yedim yayımı açan kimi? Sizin Sizin anamla qardaşın idi. neyse. Sözü çıxmır hə. Anam var. Allah canına dəyməsin. Sənə nə var lan onun Qardaşın da anasına? yaxşı oxşuyur. Neçədə oxuyur? 8'de. Və sən? 11. Götür. Astav. İstemiyorum. Götür dediler sana. Korkudan batırassan indi. Ben hiç kimden korkmam. Qorxmaq lazım. Salam qonşu, necəsən? Salam, salam, çox sağ ol. Bizim uşaq bura gətiriblər, məlumat almaq istədik. Nəsə olub? Elə o işlə məşğulam. Bizə heç nə demədilər. Soruşa bilərsiniz. Dünən Adillə bir yerdə olublar. Elə oğlunuz da yanlarında olub. Zakir qardaş nəsə pis hadisə baş verib, yoxsa elə belə dava eləyiblər? Hə? Araşdırıb sizə məlumat verəcəyik. Hələ o birisi zırlamanı tapa bilmirik. Adili? Hə, siz gözləyin, izahatı alıb buraxacaqlar. Narahat olmayın. Yaxşı, çox sağ olun. Sağ olun. Şükür Allah. Bu video görüntüdə görsənir ki, sən Rüfət və Nadirdən sonra klubu tərk edirsən və 15 dəqiqə sonra həyəcan içində kluba qayıdıb Hikməti oradan götürüb uzaqlaşırsan. Klubun görüntüləri var. Deyirəm, bəlkə həmən gün orada olan bir hadisəyə şahid olmusan, hə? Yox, rəis, belə deyim də. Deməli, bəs Deyərsən ki, məsələn, Adilin qarnı ağrıyırdı, mənim qarnım ağrıyırdı, vəziyyət pis idi, nə bilim, ya da gördük qızlar pul çox şey olacaq, üstümüzə pul yoxdur, nə bilim, aradan çıxmaq istədik falan. Min dənə şey danışmaq istəyərsən, o Adil nə deyəcək? Adillə Hikmət Zakir həmin maşının götürmüşdülər. Daha doğrusu Keç TikTokdan baxdım. idi. Yəni Hikmətin heç bir günahı yoxdur. Hə, ki bəs sonra da klubdan, yəni sonra gedək qızlarla biraz gəzək, nə bilim. Bu arada bunlar burada deməyə vəbşə düz deyil. Söhbət örtbas olsun deyə daha da zibilə çıxır. Yaşın 17-dir sənin. Sonra da biz belə bir Adillə getdik ki, siqaret alaq. Xəbər gəldi ki, Tembuli 17 yaş siqaret. Zakir əmi xəbər tutub maşından götürmüşük, xəbərsiz. Tələm-tələsik qayıtdıq elə içəri. Şübhəli Hikməti aparmır əslində, götürdük. Gəldik maşına. Həyəcanlı kimi danışır. O Sonra da apardıq, maşını qoyduq. əslən normaldır. Yəni, Polisdədir, budur. uşaqdır. Mən sənin başa düşdüm. Başqa yəni nə ola bilər? Aydın, amma Və bu başqa nə ola bilər? Bu zibildir. Bunu getməyəsən. əgər sən yalan ifadə verirsənsə, unutma. Bu cinayətə kömək etmək kimi qiymətləndirilir. Əgər cinayətin üstü asılmayıbsa, sonradan etiraf edib istintaqa könüllü yardım göstərirsənsə, bu hal cinayətdən könüllü imtina etmiş kimi qəbul edilə bilər və sən cinayət məsuliyyətindən azad oluna bilərsən. İndi deyirlərmi ömürlük qulağıma sırğı elə. Yaxşı. Mən bilirəm ki, sən bizim yaşayışımıza bələdsən. Yaxşı tanıyırsan bizi. Mən səni Atavı şəxsən tanıyırdım. Allah rəhmət eləsin. Yaxşı kişi idi. Əziyyəti çox olub. Məncə sən də onun kimi ağzı bütöv mujiksən. Elə deyil? Ağzı bütöv mujik. Öyle olur. Bu aləmdə hərən bir prinsip var, Adil. Bizim də prinsipimiz əyri-əyri, düzə-düz deməkdir. Çox oğlanları elədiyi səhvin dərəcəsinə görə cəzalandırmışıq. Baxır nə səhv edib. Amma qardaşım da olsa, mən bir şeyi heç vaxt bağışlamıram. Bilirsən nəyi? Satqınlığı. Satqınlıq bizim aləmdə ən ağır
səhvlərdən biridir. Elə murdar şeydir ki, İşveren de yani. onu nə bağışlamaq olur, nə də silmək. Cəzası da ağır olur. Çalış ki, o cəza ilə üzləşməyəsən. Çatır sənə dediklərim. Dünən gecə nə görmüsünüz? Burada deyiləcək bir kəlmə söz var. Heç nə. Eşə. Dəqiq. 100%. Dostun bölmədə quşlamaz. Nə bilirsən? Dünən gecə and içdirmişəm ki, bu sir bizlə ölənə qədər gedəcək. Rauf! Gətir görəm onu bura. BBC oğlunu getirir. Düş. Düş dedi. Hə. Hara getməyə seçsən? Ha bunun üçün danışılırdı. Olanı gözdağı bir növ verilir. Deyirəm də mən hər şahidi şey eləməzdim. Azik, qurban olum bırax get. Allah'ın olsun bir də gözümə görünməyəcəm. Qurban olum eləmə də Azik. Başıma dönərəm, nə olar Azik? Qurban, Allah'ın olsun bir də gözümə görünməyəcəm. Azik, Azik, Azik! Qurban olum eləmə! Azik, Azik! Azik eləmə! Azik! Azik! Qulağını kəsdi. Bilirsiniz. Aha, Birdən gözünüz adını qaçırdan nə olar? oldu, oldu, Qəşəng detal verin baxın. oldu. Çox sağ olun, sağ olun. Yakup müəllim. Polislər gəlib məktəbə. Nə polis? Niyə? Valla bilmədim ki, 11 B-yə giriblər. İndi rəisləri gedir bufetdə. 11 B. Biz də böyümüş oğlum. İndi at tavaya qızart ye. Zakir qardaş, Salam. salam. Adil hardadır? Adilin anası burada işləyir. Mən çıxanda evdəydin. Nə olub ki? Dünən gecə qətl hadisəsi olub. Biz kameralara baxdıq. Adillə Fərid bardan çıxanda yəqin ki, bu hadisəni görüblər. O gədə boynuna almır, amma Adil də hara gedib bilmirik. Mən çıxanda evdəydi axı. Əməliyyatçılar məhəllədə olublar. Fəridi bölməyə aparıblar, ondan ifadə alıblar. Sizin qapını döyüblər, açan olmayıb. Yəqin ki, sən gedəndən sonra Adil də aradan çıxıb. Bax, mən sənə deyirəm. Axırda elə bir yerə ilişəcək ki, onu heç mən də qutara bilməyəcəm. Başa düşdüm. Salam rəis. Nə olub? Yeməklərdə problem var? Problem yeməklərdə deyil, sizin uşaqlardadır. Hansı uşaq? Adil? Neysə, ondan bir xəbər öyrənən kim mənədir? Yaxşı. Nə olub? Niyə gəlib? Başqa məsələdir. Rəis! Başqa məsələ deyəndən sonra öyrənəcəkdi nə məsələ. Eşitsən, nəsə problemin oldu arxamdayım. Darıxdım, dur gəl səxə. Düşə bilərsən. Darıxdın, dur gəl səxə.
Məsələ Balajaniya atarsız. Nə ehtiyac var ki? Var ki deyirəm də. Location atar istəyir. Gözləri dolu be. Telefonunu veriblər. Naxat tutuzlar bunu. Sigaret yandırmışdı anası gələn kimi. Otur zəhrim arı yerə. Hardasan sən, hə? Telefon var, niyə zəng çatmır? Zahid qası qurtarmışdı. Dünən nə olub? Nə? Zakir gəlmişdi məktəbə. Dünən nə görmüsüz? O niyə gəldi? Heç nə olmamışdı. Məni gic yerinə qoyma. Cəmaat eşidir. Gəlinəm eşitsin. Ürəyimi partlatmaq istəyirsən? Danış da. Heç nə görməmişəm də. Görməsəydin Zakir məktəbə gəlməzdi. Gedirik Zakirin yanına, hər şeyi danışırsan. Nə olub? Nə məsələdir? Şöyle xala bir də mamanı aparın da evə. Getmirəm heç yerə. Danış. Deyirəm heç nə görməmişəm də. Eyni şeyi 80 dəfə təkrar dizdirirsən adama. Gəl gedək evə. Gəl. Ürəyi partlayır bu dəqiqə ki, dostu satdı, satmadı. Satıbsa ikisini də yox edəcəklər. Bir də bəxtinə bu düşdü o qaqaşlarla. O birisi düşsəydi yalvarırdı bəlkə də. Biraz titrəkdi o. Dublaj kimi çıxır? Qadının səsi? Bilmirəm. Fikir vermədim ki, nə alsam. Usta necədir vəziyyət? Şükür alacaq, şükür. Sən necəsən? Sağ ol, şükür. Axşam həll olur. Bir şey qalmayıb. Buralar niyə bu gündədir belə? Bu çenik gəlsin deyəcəm təmizləsin. Tapşırmışam. Tələbəsində nəsə bir problem var. Gec işləyir. Qaqaşı alacaqlar bura tələbə kimi. Çinikdə yəni. Usta işin avanda olsun. Sağ ol, Məncə. hoş gəldiniz. Beynimdən bunu yazdım. Əmrə gəldi nəsə? Bir şey qalmayıb. Bir gün bakteriya bu burasını polirovka eləyəydi. Məsələ Balajaniya yaxın bura. Qaqaş, indi neynəyir? Uşaq salaq yalnız. Murat, mən bilirəm də neynirəm. Neynirsən qardaşımsan? Olar mənə də deyəsən. Qardaşım, vaxtı gəndə biləcəksən. Ay, deyirsən, mən acaq. Bura sakit ol, rahat ol. Nə olub sənə? Bura sən görmüsən mi hansı söhbətdə ablam olun? Görmüsən? Güvənmirsən mən? Ablama yazmıyorlar ha. Hı? Bir tane şey görən kimi yazmıyorlar. Ayıb olar ki, o nə deməkdir? Çox da bura, rahat ol. Hə, elələri çəkilir də. Bu dəqiqə məsələn çox filmləri ya da serialları, animasiyaları dublaj eləyənlər bu serialda ola bilərlər. Üzünü yəni burada görə bilərik. Ola bilər elə bir şey olsun. Çox sağ ol hər şey, qardaş. Nazik tutulmamalıdır. Mənə bax, qaqaş. Bax mənə. Bax, gör sənə nə qədər yaxşılıq edib. Səndən qabaq Sivavı göndərəcək ora. Bomba kimi də fırlanacaqsan. Əvvəl axır, onsuz da hamımızın... Deyir ki, Azik həbsə girməməlidir. Sən onun yerinə girəcəksən. Səndən əvvəl də sən adın gedəcək ora, danıların gedəcək, sən yaxşı baxacaqlar orada. Yol oradan düşəcək. Bəs sən niyə getmirsən? Başın xarabdır, Rüfət. Qardaşımsan, sən nə danışdığını başa düşürsən? Polis uşağı zatdır bəyəm. Klubda davanı sən eləmişsən, hə? Bəs sən niyə getmirsən? Əslində heç soruşa bilmir məncə. Bayra sən çıxarmısan, hə? İndi mən necə gedim ki, salamlayaq kim, nə var, nə yox, Nadiri mən vurmuşam. Hə, amma bunun düzüyü də məntiqsiz deyil də indi. Demirəm, getsin səsimiz. Bu girib içəri şeydə baxı, qışqırdı ki, gəl bayra falan. Bu da deyir ki, biz sənin üçün həll elədik məsələni, indi get təslim olsan. Yat. Elə olsa lap pis. Qrupovoy geçsək 1-ə 5 yükümüz artacaq. Qaroçi, nazik tutulmamalıdır. Başa düşürəm ki, Smiyaya görə narahatsan.
Ailəsinə görə deyil. Sən mənim qardaşımsan. Onlar heç bir korluq çəkməyəcək. Elə sən də. Güvənirsən bizə? Güvənirsən bizə? Yok. Tündərib soxurdu onu bıçağı. Mənim əsəbi qardaş. Oca göndərib onu. O belə Çünki dedilər axı şey olub. Verilib. Təslim olub. gül də bura. Uşaqlar ya bura. Yüngülvari bir iki dənə problemləri olacaq, həll edəcəyik də. Burada nə var ki? Yanımıza salınırıq ki. Yəni bu yanındakı da biraz əsəbləşdi də, yəni ki almayaq da yanımıza, onu da bədbəxt edəcəyik. Ya bu o deməkdir ki, bu qaqaş özünə piyon götürür ki, bir zibil olanda atsın türməyə. Əslində. Amma bir yandan da onun məsələsi idi əslində də, neysə. Biraz empatiya verirdi. Canının sağlığı. Hadi. Dünən nə olub? Fərid nəsə demir. Sizlik də. Hı? Sizlik də. İki oğlansan, biz ürgəsi deyilik ki. Gələm sizlik də də. Sənə maraqlı deyil İdris. Maraqlı deyə görmürsən, heç nə demir. Məcbur eləsi deyirəm ki. İdris, Hə, amma. evə. İşimiz var. Yaxşı. Davay da görüşərik. Davay, sağ ol. Siz də gedin. Gəl Daşqınıya gedək, bizə burada muz qoyan yox. Bəzən baxıb yanlış anlaması əlbəttə ki olacaq. O ona qalsa mən əvvəl də demişdim də, yəni bu Roblox oyunu falan bağlanma söhbəti var idi. Ya da Discord-da söhbətlər gedirdi, Steam zad. Eyni məsələ də, yəni filmlərdən də üslubun baxılır, görülür. Bu o ümumidən var da, yəni əzəldən var əslində bu. Uşağa düzgün tərbiyə ver, baxanda hər baxdığından ya da hər eşitdiyi sözdən səhv mənaya uçmasın, getməsin, düşməsin də yəni. Və 16 plusdur, yoxsa 18 plusdur var yəni serialda deyəsən. Tam yadımda deyil, baxmamışdım deyəsən. Zakir sən axtarırdı. Sosial şəbəkəyə də 16 plus qoyacaqlar deyirlər. Onun söhbətlər gedir. Bildim mama bildim. Hardaydın? Az ikilə varmışdı. Məzələn. Niyə məzələm? Rus bellilər keşnədiyəsi də öləmdə. Adilərə də aparmayıblar. Polislər. Mənə də polislər aparmışdı. Bilirəm. Quşlamadım. Məsələn, səndən quşlamadı. Prosta çox sual verirlər. Özünü yandıra bilərsən ha. Səni də çağıracaqlar. Onu deyirəm də yandırmadım. Amma nə yandırmalı? Qardaşı tanımırsan ha? Akademik Fərid Allahverdiyev. Qardaşın kəllədir. 2 dəqiqə söhbətdən çıxdım. Məsələ bir səndədir. Eyni sualları verəcəklər. Özünü qorxuzma, yaxşı. Yəni, niyə deyirəm? Sözümüz eyni olsun. Amma nə dediyi dedi də, bəs 5 saat uzadır söhbəti. Başla. Deməli belə. Birinci sual olacaq ki, dünən axşam saat 12-1 arası harda olmusan? Qəşəng. 9-dakı klubda. Neçə nəfər olmusunuz? 6 nəfər. Mən, Fərid, Hikmət, 3 dənə biz. Hikmət üniversitə qəbul olmuşdu, onu qeyd edirdik. Dünən 3-cü mərhələdə saat 12-15-də adam bıçaqlanıb, yerindəcə ölüb. Həmin saatda həmin ərazidə sən və dostun Fərid də orada olmusunuz. Belə bir hadisən görmüsünüz, yoxsa yox? Yox, biz heç nə görməmişik. Cinayətkar bugün səhər gəlib təslim olub. Burada sənə şəkil göstərəcəklər. Deyəcəklər bunu tanıyırsan.
Tamam bro. Məsələ Tamam bro. Tamam bordur. Tamam bro. belədir. Zor oynayırlar. Dünənki hadisədə Rüfət və Nadirdən başqa digər 2 nəfər də olur. O qaqaş da yaxşı oynayır ha. Ola bilərmi ki, o digər 2 nəfər sən və dostun Fəriddir? Mən cinayət edəyənə oxşuyuram. Bax qardaşım, sonra sənə videomuzu göstərəcəklər, amma tənitmə yaxşı. Əgər sən yalan Allah it kimi qaçır. Bunun başqa bir variantı yoxdur bu arada. İkisini də saxlayasan içəridə buraxmayasan. ifadə verirsənsə, bu cinayətə Amma düz deyə maşını oğurlanmaq, maşını qaçırtdıqlarına görə onu öyrənib falana bağlayırlar. Amma belə də olmaz da yəni. etmək kimi qiymətləndirilir. Cinayətin üstü açılmayıbsa, sonradan etiraf edib istintaqa könüllü yardım göstərsən, bu hal cinayətdən könüllü imtina etmiş kimi qəbul edilə bilər. Və sən cinayət məsuliyyətindən azad oluna bilərsən. Elə bilirsən, biz heç nə bilmirik, bizim heç nədən xəbərimiz yoxdur. Zakirə, mən izahatımı verdim. Bir gündə də adamdan nə qədər izahat alarlar? Lazım gəlsə 10 dəfə də ala bilərlər, 100 dəfə də. Biz ciddi. Qabağındakı mayordur. Danışsan. BB'nin yoldaşı da olsa bu söz deyil də öyle deyəsən. Güya öz aləmlərində bunlar qəhrəmanlıq eləyirlər. Oğlum, yadında saxla. Bugün verdiyin hər səhv qərar, attığın hər səhv addım sabah sənə baha başa gələcək. Amma heç şey görməmişəm. Heç nə eşitməmişəm, heç nə də bilmirəm. Sağ ol Zakirə. O uşaqdan uzaq dur. Özün görürsən ki, başı bəlalıdır. Ay, o Də mikrofon mənim uşaqlıq dostum. İngil bir xəta var burada. Bu sinif yoldaşımdır. Nə danışsan sən? Mən heç nə bilmirəm. Değilmiş. O uşaq deyil, uşaq Mikrofon çox oxşayır. deyil. Bəlkə də şey deyiblər, bilərək ediblər ki, insanlar mikrofon bilsin. Xəta sonra qapaq. Sənə demədilər nə məsələdir? Çünki onu elə tutmazsan da, yəni bildiyim üçün tişkilər tökdü şansı. Onsuz da mənə heç nə demirlər onlar. Lap yaxşı. Qoy deməsinlər. Çox gözəl. Yazıq anası da bütün günü şikayət eləyir. Bütün tozu töküldü də buram amma. Sənin öz otağın var. Hı. 25 manat 35 köpək. Ah Mərkəz, Teymurun pulu hələ köçməyib. Hələlik yaz dəftərə. Belə yoxdursa problem yoxdur. Qalsın heç yazmayıb valla. Yox, yaz əvvəlkilərin yanına. Yaxşı. Çox sağ ol. Onsuz da o cavabı verəndə ki, o belə yoxdursa deyəndə o başa düşüldü ki, deyiniləcək. Bir də hər şey alandan sonra deməsi də qadında da biraz səhv olur. Birdən verməz deyə edib də. Elə vəziyyətlər bilirəm çünki mən elə vəziyyətlərdə birinci deyilir ki, bəs keçməyib maaş. Mümkündürsə biraz bir şey götürərdim də nə verə bilərsən? O şey sənə deyir ki, hə onu götür. Onu götürmə. Bilirəm o söhbətdə. Şəfqə xala necəsiz? Verin kömək eləyim. Salam Aybəla. Əziyyət çəkmə. Yox, nə əziyyət? Çox sağ ol ayol. Çox sağ ol. Gəl bala. Dərslərin necə gedir? Belə də pis deyil. Yaş hərəkətinə görə salam. TikTok'daki qızlara patxod edir, nə edir? Mənim ağrımağa başladı öyle. Acından. Buyur. Çox xahiş edirəm. Hədəfini tamamlayan uşaqlar baxın. Hədəfi tamamlayaq uşaqlar. Ay, telefon ver də neysən? Rəhdə ol da bu proqramdan. Hayda. Ver də telefonu.
Get dərsləri oxu, bu zəhrimara baxana qədər. Özün güya oxuyursan da mən deyirsən. Ya mən başqa, sən başqa. O telefon verməsən mamaya deyəcəm. Kişi ol, hə. Tava gedək bu tağa. Çıxardıb o baxır da. Dərman işte. Ne oldu be gece vakti zır hazır. Mənə bax. Ne tarafa bakmıyorsun lan? Hələ işləmə də. Sabah məktəbdə yaxşı planlarım var. Hazırsan? Ne zaman senin gece vakti? Həqiqətən də daş. Sən mənimlə hazırsan yoxsa yox? Hazıram da hazıram ha. Nəysə, görürəm yuxun tökülür, yat sabah deyərəm. Nasıl bir zivil eləyəcək? Bu qış bir valih oldu onlara. Bir plan düzəcək. Onlara oxşamaq istəyir, yoxsa bir onlara qarşı mı çıxacaq? Çox da qarşı çıxacağını düşünmürəm. Hələ ki bir müddət. 2-3 bölüm sonra qarşı çıxar. Özümdən bir şeylər deyirəm də burada. Davay. Davay. Gündə 6 çox da. Yaşıma görə. Nəyə gələ? Plana bax bir dənə. Plan nədir? Sizi qoruyuruq, pulunuzu verin. 20 niyə aldılar bu uşağı? Axırıncı 5 idi, almadıq. Kövrəldim. Çox kövrəldim. Heç kim bir köpüyünü almamasını Allah nə tanrısı. Nəsə eləyəcəklər, onun üçün yığırlar məncə. Bizdən niyə yığırsınız? Ne üçün yığa bilərlər? Bizdən yığırsa deyən də şeydə bu dostluq deyəsən. Sabir adama sözü bir dəfə dizdir də. İndi dedim axı məktəbdə siniflərin hamısından yığmışıq. Bir dənə qalıb öz sinifimiz. Fərid də verib, mən də vermişəm. Düz gəlmir də. Səndən də artıq pul istəyən yoxdur ya. Gücün nəyə çatır onu da verirsən. O İdris müəllim göy fəaliyyətdədir. Aha. Daşqın da əvəzini verirəm, bir an onda yoxdur. O İdris müəllim 10 manat. Məndə 3 manatdır. 3 manatdır. Uyda. Tamam, ikisini ver. Simvolik də bu. Oo! Xoş gəlmisən müəllim. Mən səndən başa sanmıram belə. Bu məktəbdə uşaqların hamısından yığmışıq. Öz sinifimin uşaqları da verib. Sən niyə vermirsən? Öz sinifimin uşaqları da verib oldu, gördün? Çox adama qarşı bir dənə söhbət eləyəndə elə bir manipulyasiya verirlər adama ki, təkə-təkə də danışmağın çox fərqi olur. Niyə yığırsınız ki? Deyin belə də. Nə bilməm ola, mən həkimliyi heç sıfırda, yəni ChatGPT-yə yaz. Sənin üstü soyuğu var onun? Deyirəm, Əlbəttə var. hamı verib pul. Daha pox yeyəcəm, mən də yeyəcəm ki, işləsər. Adam bunu deyərlər. Sən bəyəm kimdənsə artıqsan? Mən vermirəm. Aha. Necə bu? Yaxındır. Var. Vermirəm. Aha. Ay, şamapik. Məndən zəif olmasaydın, sən ölsən vurmanlar eləyərdin. O həlvi şey. Qardaşım eləmə. Düz bir dəfə. Qardaşım eləmə, amma göndərən odur ya.
Manipulyasiya fikir verirsən. Sənin nə işin var Suka ilə? Gəl bura. Adil, mənə elə demə. Nə deyim sənə? Pul verməyən suka olur. Səndən. Hə? Başsan yoxlayaq bir dənə. Suka. Şıp əynimədir. Sənə başqa heç nə demək olmur. Bir də sənə deyirəm, mənə elə demə. Nə deyim sənə? Nə deyim sənə? Adil. Oğlan deyim, kişi deyim, nə deyim sənə, hə? Adil, duraq. Söhbətin axırına efladacaqlar ki, oğlan həqiqətən belə suka kimi bir şey çıxacaq. Biz də deyəcək ki, hə, bu düzdür. Ona görə bir şey çox demirəm. Tərpən hə buradan. Suka. Belə amma bu dəqiqə gördüyüm onun bir sukalığını falan görmədiyim üçün buradan nə görmüş oluram? Biraz gücü olan 2 nəfər başqalarına şey eləyir. Xod eləyir. Burası sənin özümüz eləyirik. Allah'ın olsun. Üz verib başları əldən gedir. Ya da üzeri başda edeyim. Bu sözü bilsən nə qədər çox eşitmişəm. Davay da tez eləyim də sən. Al sən giris verib hə. Neyse. Şöyle. Niye baxsan lan Sabir? Burada böyük ehtimal şey olacaq da. İndi pul elə bir yerə gedir ki, yaxşı tema falan filan. Deyəcək, hə, yaxşı. Amma mən yaxşı yerə getməyən pulları da bilirəm. Ay qız, sənə görə eləyir. Bəlkə tanış olasan. Dəlisən sən? Bu qız o şeyin qardaşı deyil. Odur da. Qardaşı nə deyə bacısı? Balaca uşağınla birinci dalaşdığı bir dənə balaca uşaq var deyə dalaşır deyə. Dediyə, bəs dostumun bacısına məktub yazanı falan dalaşıram. O temadır. Sənə deməmişəm buralara gəlmək. Çıx buradan. Nə var? Oyda. Qaqaş altın qoydu. 570. 570. 570. Hə. Xeyr, fond pulu o qədər çıxmır. Gedək. Bəs səndə 100 manat da var idi. 100 manat. Hə, 670. 670. Az deyil. Ey Allah. Şimdi bir də məsələ var, orada dəyə getdik. Bundan çox üz verib eləmə ya, sırtıq şeydir. Başın xarabdır, bilirəm də. Bilirəm, mən bilirsən. Hər ehtimal deyirəm də. Sağ olaydın da. Sağ ol. Borcunu bağlamağa gəliblər qadının. Hoş salam mələkçü. Aleyküm. Şəfqə xalan sənə nə qədər borcu var? Kimin? Şəfqə xalan. Şəfqə. Neçdən Şəfqə xala tanıyırsan? Teymurun anası. Hə, o Şəfqət ya. Ya onu o bir dəftərə yazmışam. Ona bana bak. Hə. Bir ol getdi. Nə olmalı ya bir dəqiqə. Aha. Demək 115 manat 30 köpük. 115 manat 30. Rezil oldu. Rezil zat olmursan, sən başa düşmürsən. Məsələn, deyir birinə ki, sənin cibində nə qədər pul var. Məsələn, çıxardır 4 manat pulu var da, məsələm deyirəm. Bu götürür 3 manatını alır. Bu toy başa düşmür ki, bu onun günlüyü bəlkə deyil, bəlkə 3 günlük yol pulusuydu. Yemək pulusuydu. Başa düşdün nə demək istəyirəm? Bəlkə 4 günlük idi. Başa düşdün? Sən günlük gətirirsən, bəlkə o günlük gətirmir. Söhbət o söhbətdir. Səni ilə eyni məsafədən gəlir bəyəm həmin o məktəbə. Oturub bütün məktəbin damlısını çıxartmısan, kim hansı yoldan gəlir ki, bir gün hava beləçinə oldu, nə bilim elə oldu, bir 10 köpük artıq çıxdı, 5 manat artıq çıxdı. Bunları hesablamısan. Adam belə bir şey deyərlər. Ona görə deyirəm ki, məktəbdə o detallara çox girə bilmirlər. Çünki o yaşayışa ilə çatmır axı, heç kim çatmır. Biz də çatmamışdıq o vaxt.
115 30. Güya indi kimisə borcun, bəlkə başqasının borcunu artırırsan, xiyar. Başa nə demək istəyirəm? 5. Ya o uşaq bəlkə evdə döyüləcək ki, hanı sənin pulun? Bəlkə atası elə belə verib onu ki, cibində qalsın. Amma işlətmə də, hə? Cibində prosta qalsın. Hə, xərcləmişəm. Hara xərcləmisən? Dedi ki, tutaq ki, yemək yemişəm. 2 gün sonra bu gənə almayacaq ya. O detallardan danışıram mən. Heç kimə bir köpük pul verməyin. Məktəbdə oxuyanlar heç kimə bax, məktəb qayıtdı belə deyə məsələn pul yığırıq, belə edirik, elə edirik, nə bilim. Sən öz istəyin olsa nə vaxtsa verməyin onsuz da ayrı bir şeydir. Sən yox, istəyim yoxdur, biri gələcək ki şeydir. Türməyə yığırıq. Amma mən məktəbliyəm, mən türmə görmüşəm. Türmə olan şey dərk eləmişəm onu. Bəlkə heç dərk eləməmişəm. Bəlkə mənim ağlım hələ də uşaq ağlıdır ki, 11-ci siniflərdə var elə uşaqlar. Nəinki 11-ci sinifdə, əsgərdə də var idi. 30. 90. 100, 110, 115. 30 qəpim var? Yox. 115. Gəl, qəpiyi də çıxarsan buradan. Qəpi. 70 köpüyə nəsə götür də. Lazım deyil. Götürüb də şey. Ya da qalsın. Götür bunu da. Bundan sonra da nə alsa oradan çıxarsın. Deyirəm, malades sizə uşaqlar. Adam sizə baxanda bilir ki, gələcəyimiz əmin əllərdədir. Həri, əmin əllərdir. Səndə də olsun da əminlikdən. Ailəmizin bir şəhidi var, qəpiyinə qədər yazırsan. Hə, bax, bu da indi bunun dediyi söhbətdə şey söhbəti oldu. Şəhidin anasıdır ya da indi nəsə də indi yaxınıdır, qızıdır, bacısıdır. Amma yenə də dediyim kimi kim olur olsun, sən o uşağın ailə vəziyyətini oturub səhərə kimi də araşdırsan, o uşağın da eləmək istədiyi bəzi şeylər var. Sən ötürüb pul yığım, Qurban olma, elə danışırsan ki, mənim elə çörəyim o qəpi quruşdan çıxır da. Mən gedib Oftavoydan mal götürəndə konfet kağızı vermirəm, pul verirəm. Şəhiddir, Allah rəhmət eləsin, başımızın tacıdır. Bazardır bu, qurban olma. Bazarda da hər şeyin öz qiyməti vardır. Problem də odur da, hər şeyin öz qiyməti var. Bəzi şeylərə dəyər vermək lazımdır, kişi. Allah, bununla nə söz güləşdirirsən, Baxışın ver bura. Sənin təvəri yoxdur, özümüz başqa cür əldə edərik. Bu yaxşılıq eləyirsiniz, axıra kimi eləyin də. Qarışdırdım, Bizdən başlayayım belə. Al. Yenə də bir mesaj vermək istəyiblər də. Pis bir şey deyil. Hə. Hə də, heç kim bilmir necə bir qaynadıblar. Neçə də soruşmuşam, mənə də eşit demirlər. Nəysə ciddi bir şeydir. Eşitsən nəyə lazımdır? Nəyimə lazım deyəndə dostları deyirəm, mənə də maraqlıdır da. Bilmək istəyirəm nə işlə məşğuldur. Olmasın. Başını sal aşağı, dərsvə get gəl, bu qədər. Mən indi belə başa düşdüm ki, bunlar dərsin də başına buraxıblar, hə? Onlar oxuyurdular ki, güya. Kəş vaxtında məni oxumağa qoyuydular. Tipik şeydə, kaş vaxtında məni oxumağa qoyaydılar. Anadan atadan belə bir söz eşidilir. İndi çox. Böyük birindən də yəni. Olmasa normal bir iş tapıb işləyərdim. Ha. Ayman. Hə? İş demiş, bəlkə işdən çıxasan. Niyə? Gedirsən, gec gəlirsən də. Ağlayacaq bu bir. Çox pis tema gedəcək burada. Avala. İndi hardan belə iş tapmaq olur, hə? Heç olmasa geç çıxanda taksi pulunu da verib yollayırlar. Lazım gələr, mən işləyərəm də. Düzün denən. Kimsə nəsə deyib? Yox, heç kim eşit deməyib.
Uşaq deyiləm də hiss edirəm. Aşk edət eləyirlər. Atalarının ağzı ilə. Öz günlərini ağlasınlar. Qoy işdim tamam. Sabir, sənin işləməyin mənə lazım deyil. Mən oxumağın lazımdır. Çox ağır səhnədir bu. Biraz başım ağrıyır. Özümü yaxşı hiss eləmirəm. Gedim uzan. Hə, ged uzan, yığışdıraram mən buraları. Yaxşı. Çox ağır səhnə. Bunu bura Rüfətə çatdırarsan. Onu da bacımıza. Pullar bölündü. Bölüşdürüldü. Rüfət içəridəki də o içəriyə gedən. Azik, 2 nəfər uşaq gəlib. Nə uşaq? Hoppala. Tanımadım. Çağır gəlsinlər görə. Yox. Çağırmısan kimisi? Güya bilmirlər də. 3 dəqiqə əvvəl. Uzaq bir gün əvvəl oldu da. Salam əleykum. Salam əleykum. Topla gəlib. Koydu topu cibinə. Qoymadı, başqa bir şey çıxartdı. Bunu bizim adımızdan götürün də. Ona Ala pul gətiriblər. Pul. nə pul? İçəriyə çatacaq. Arası Necə gülür ona bax. olacaq. İçəriyə. Məktəbdə uşaqlardan yığmışıq. Başınız xarab ola bəssin. Salmaq istəyirsiniz bizi? Soldakı qaqaşın verdiyi vahimə ki var. Çox zor ediblər. Heç kim heç nə bilmir, öz adımızdan yığmışıq. Prosta bizim əlaqəmiz yoxdur, fikirləşdi gətirək verək sizə. Qoyun cibizə basın bu ara. Əslində düz deyir. Böyük ehtimal alacaqlar da, amma düz deyir. Ha, gedin dərslərinizi oxuyun ki. İçəriyə görə narahat olmayın. Götürmürsünüz. Gedin. Hadi. Niyyətiniz yaxşıdır. Əməliniz səhvdir. Gedin. Aynı değişti. Diyecektim pensiyanı gidip çıkartardım. Pensiya köçməyib ki. Hardan bilsin? Bayaq Roman baba dedi ki, köçməyib elə. Ama niye köçürtmürlər vaxtında? Mən nə bilim aynı. De gel. Məncə köçüb pensiyası da bu uşaq yeyib. Deyirdim sizə bunun teması ağır gedəcək. Mən də gör nə deyirəm, bu hazırlığın pulunu vermədiyimə vaxtı çatıb. Bəs baban o gün vermədi. Hoppa. O Azərbaycan dili, aynı ingilis dili qalıb. Onu da verməliyim. Vallahi pensiya alsaydım verərdim də. Əlimdə o cümdə olan da hamısını xərclədik getdi. Şey deyib, bu ataya deyə bilmərsən, mən o versin də. Amma demək ki, mənim üçün istəyirsən, yoxsa verən deyil. Atan necə yəni sənin üçün vermir? İndi biz bilirik ya nəyə istəyir pulu. Hə, girişib. Prosta yəni anlamadım yəni atası niyə verməsin və bu uşaq niyə ata ana yerinə baba nənə ilə qalır? Bu uşağın problemi ay zibil. Səs nəticə başladı. Görüm neyinir. Nəsə bəhanə tapdı. Gel yemeği ye. Nə var yeməyə? Kələmdə olması. Qatıq da var. Hədə onu o birisiylə yeyirlər. Qatıq da var onun üstünə. Niyə? Mən kələmdə olmasını uşağı çox sevirdim. İndi zəhləm gedir də, indi nəsə də. Amma qatıqla yeyirdim. Niyə elə deyirsiniz?
Dolma düzdür. Yarpaq dolması şeydir. Qatıqla yeyilir o. Daha çok bir qayda kimi bir şeydir. Ama kələm dolmasını da yeyirdim. Nə, çox təcrübəlisən ha Fira. Salamatlı Sabirdir, yox Sabir. Dəqiq. Adam axtarırlar. Zibili çıxacaq ha. Pul götürməyə adam axtarırlar. Deməmişəm, mən bu dəqiqə belə əyri uşaqlardan biri olsam, görsəm bunlar burada oturub yemək yeyirlər, belə dönər. Pulumu deyərəm ki, bunlar gediblər mənim puluma pul xərcləyirlər. Puluma nəsə xərcləyirlər. Belə də yığma. Gezi tezi var, lazım olacaq da. Aha, bir dənə qız çıxdı. Kompla dəymir ya. Dəyəni. Lap da. Salam. Siz hardasınız? Bolt axtarır deyəsən. Eşitdik reklam deyil. Binanın qabağındayım düz. Yaxşı, oldu gözləyim. Ya bu nişanlı olan qız temasıdır. Vay. Vay. Ne oldu? Birine vurulub eləyərsən ha. Yox, mənə vurma. Saxla, saxla, stop. Fərid, gəl bura. Sən kes yerinə. Qabil Əli, davam elə. Nə oldu Fərid? Fokuslana bilmir Fərid deyəsən. Fokus problemi var. Düşünə. Necə işinə görmürəm. Hə? Səhərdən səhər baxıram, elə bir həvəssizsən. Elə bir səni kimsə zorla gətirib soxub bura. Nə olub sənə bala? Yoxum, elimdən zor, hər şey yaxşıdır. Nə yaxşıdır, çoram mən. Nə olub deyirəm? Benim açıq gələndə dönər yedim. Biraz mədəm narahat deyil. Adam olmayasan sən. Həm məşqinə fikir ver, vaxtında gəl, vaxtında gel. Həyata bir dəfə gəlir. Niyə itirirsən bu şansı? Düzü. Təbii ki, düzdür. Amma qulaq asmırıq da. Eşidirsən məni? İşləmişdim. Bu qız deyil ki, bu o qız deyil, başqasıdır. Hardan bildin? O necə yadında qalıbsan? Heç qızın üzünü göstərmişlər. Mən tam yadımda deyil. Bu dönərin zadında başım bıraq. Acımışdım. Qələt eləmişsin, get yerinə. Hə! Qəşəng! Pulfırladan aşağı değil. Aha, atası gəlib. Pulfırladan atası gəlib. Yoxsa Yemək yeyib məşqə getmək bərbad bir şeydir. bilirəm, həcə ürəkdir. Həcə ürəkdir. Bilsən necədir? Mən yeməyimi necə yeyirdim? İşdən gəldim, oturdum, yedim yeməyimi. Buradan bir 15-20 dəqiqə vaxtım olurdu burada. Bəzən də olmurdu. Proma yedim çıxdım olurdu. Aş yeyirdim qiymə. Buradan 20 dəqiqə mənim piyada yolum var. O həzm olunurdu çox vaxt. Amma çox vaxt da. Amma cimdir də, yəni özümüz məşq edirdik biraz da. İşte, bu yatana yazığın gəlsin də. Eşitmirəm axı. Sən eşitmirsən, bütün məhəllə eşidir axı. Olacaq. Atası hələ indi gəlir. Görək də. Ha, gəlmişsən. Dəhşətsən, sən də. Televizorun səsini oyanmırsan, üstü örtəndə qalxırsan. Nə bilim, əşi, yuxu aparıb məni 5 dəqiqə deyən sözüm var sənə. Hala, neynədin buna? Ver görüm. Deyirəm, mənə biraz pul verə bilərsən. Neynirsən bunu? Dərmanlarımı alacağım. Daşqın istəyib, hə? Anam da öyle. Ben biraz pul verdi. Pensiyondan verirsin. 2 aydır pensiya gəlmir. Bir sabah səndə yoxla. Mən heç nə yoxlamıram. Bildin? Mən demişəm, o ana sifətə bir qəpik də verməyəcəm.
Ay, gör nə qədər. Anası səsə bir qəpik. Bunlar boşanıblar, atasının anası. Belə görürəm. Atası amma başqasıyla evlənib, amma uşağı da verib öz anası ilə atasına, yəni nənə babaya. Keçib üstündən qutardı sən də. Mən üçün keçməyib. Bir də bu uşaq oxuyan uşaqdır. Qoy oxusun bir yana çıxsın da. Müəllimlər də onu tərifləyir. Özün bilirsən. Bilirəm. Oxuyan uşaqda oxusun da müəllim yanına niyə gedir ki? Rus tutmay adamsan, adam deyir mənim yanına niyə gedir? Şəhət sizi hamınızı. Ay papa, ala. Bax. Yemək yemirsən. Yox, istəmirəm. Oxuyur. Bu oxuyan uşağa oxşuyur. Baxanda da bilmir. Neyinə bilmir? Televizora baxdı. Bu Molla Əminin qeyri-adi dostluğu haqqında maraqlı bir növ. Gəlir yanına. Nə qədər də hazırlığım? 80 manat. O? Verəcək. Bu gedib qoyacaq o pulu ora. Başı yanacaq, polisə düşəcək burada baxarsınız. Çünki o tema düşür polisə çox vaxt. Sacaq ağzını. Qalanını gətirərsən. 100 verdi. Bir dəfə demişəm ki, Hə, bunun atası. bizim döyən kimi açdı. Açdı bu da. Elə qonşu. Qələt edir ha qonşular. Ha qonşular ha, eşidirsən qonşular. Əlini çək, ha buranı çək. Dava çıxacaq indi. Ha çək əlim. Ha çək əlimi. Ha. Yaxşı, nə deyirəm, qağa rahatlaş da biraz. Gücləşibsən ha. Ha? Ha? Yox, yaxşıdır bax. Oğul belə olmalı. Kişi gərək güclü olsun ha. Kişi gərək güclü olsun. Ay sağ ol, düz deyirsən. Çək, əlimi çək ha. Düz deyirsən, nə deyirəm mən sənə? Qoyamaz, əlimi çək. Hə də ay sağ ol, qoyarsan. Gəl gedək otağa rahat. Anava deyəm, dən çay gəlsin. Keç otağa, mən gətirirəm onu. Ha, deyirəm anava gəlib, çay gəlsin. Deyirəm gətirirəm də, sən keç ora. Ha, kişi çay gətirmir. Arvad gərək arvad işini görsün. Kişi də gərək kişi işini görsün. Başa düşsən? Başa düşdüm. Ay sağ ol. Deyini gedək otağa, uzan rahatlaş, mən sənə çay gətirirəm. Bax, kişi gərək ayaq üstə dayana bilsin. Başa düşsən? Ayaq üstə dayana. Hə də mən... Oradan. Az qala. Az qala yıxılmışdım ha. Yaxşı ki, boksa getmişəm mən. Yaxşı idir boksa getmişəm. Bizdə papa da çox içirdi əvvəllər. Dəhşət çox içirdi. Dostları ilə falan evdə zətdə içirdi. İçirdi, mənə də şey deyirdi, sözlər verirdi. Sənə bundan alacağam, ondan alacağam. Mən də bilirəm axı almayacağam, amma uşaq idim də. Axırıncı dəfə işte ondan alacağam, bundan alacağam. Mən də and düşdürmüşəm falan. Bir şey da bıraxmışam başını. Səhəri gün dur gedə yalaq dedim. Yapışdım ona, dirəşdim. Yox, belə, elə zat. Dedim, söz verə bilmirsənsə, söz deyə bilmirsənsə, sözün danı deyana bilməyəcəksənsə, içmə. İçmə deyə vaxtda dedim. Çox belə, biraz belə təsir elədi ona. Belə fikir verdim ki, bir gözü dolur da. Düzdür, ona görə buraxmadı. Tamam ayrı bir səbəbdən buraxdı. Bir əməliyyat söhbəti oldu orada. Bu şey həqiqətən şey oldu. Həkim deyir ki, sana olmaz. Ümumiyyətlə. Bir dənə bu içki teması var idi. Yəni siqaret adam içmirdi. Çəkmirdi daha doğrusu. Belə bir söhbət oldu. Ondan əvvəl də ki, yəni mən dediyim kimi də mən yapışırdım həmişə ona ki, içmə zad. Həm də söz verməyə zad da uşaq idim də, inanırdım bir yerdə istəməsə. Bu uşaq kimi də. Biraz bundan daha balaca idim hətta. Mən 8-ci zadda oxuyurdum. 7-8 belə. Çox dalaşırdım papa ilə. Dəhşət çox dalaşırdım. Yəni sözün də axırında gücüm də çatmır, bir şey də deyə bilmirəm. Ona görə də bacardığım qədər mən içkidən zaddan həmişə uzaq qaçmışam. Ki mənim ailəm və yaxud da mənim ətrafımdakı insanlar mənim içdiyimə görə özümü tuta bilməsəm, ondan çox qorxmuşam. Özümü apara bilməməkdən çox qorxmuşam.
içmişəm içki. İçməmişəm demirəm. Amma yəni 2 dəfə ya da 3 dəfə də, yəni o da ki evdə ümumiyyətlə deyildim. Yəni demirəm hardaydım. Nəysə. Yaxşı ki papanı uzaqlaşdırdım mən içkidən. Amma hal-hazırda bu qardaşın da yaşadığı məsələlər çox ailədə var. Ya əlimdən gəldiyi qədər mən öz adıma deyirəm ki, dirəşdim, dirəndim. Alınmırdı da, yəni alınmırdı. Heç kim bacarmaz. Yəni mənim prosta bir dənə orada bəxtim gətirdi demək düzgün çıxmır. Çünki neçə dəfə əməliyyat olmuşdu bu adam. Yenə əməliyyat oldu. Buna həkimlər tərəfindən promo diaqnoz qoyuldu ki, içməməlisən zətdə. Bəxtim gətirdi demək düz çıxmır da indi. Yaxşı söz deyil o məsələdə. Amma yəni papa şeydir də, məsələn, söz vermir. Məsələn, dirəş oynayan ki, söz verir, tikinən ki, məsələn, atıcıyam, heç vaxt söz vermirdi. Çünki bilirdi axı atmayacaq. Yalandan söz vermirdi mənə. Mən lap balaca olanda mən başqa bir şey sözlər zətdə verirdi təbii ki də. Eləmirdi. O başqa. Amma bir yerə gəlib çatanca bilir axı dirəşəcəm ondan ki, söz verimsən. Çox belə ürəyindən vururdum mən. Bunda ürəyi istəyir də içmək. Axır düzdür, indi neçə illərdir içmir. Amma ki həqiqətən çox dirəşdim. Bir uşaq kimi mümkünatı yoxdur deyə bilərəm də, yəni bu məsələdə. Yəni atmırsa atmır. Həqiqətən atmırsa atmır. Çox nə qədər istəyirsən dirəş et. Lap çıx evdən. Ac qal. Atmayacaqsa atmayacaq da. Yəni sənə olansaq, sən ac qalacaqsan, sən evdən çıxmış olacaqsan. Hər variantı yoxlamışam. Evə girməmişəm, həyətdə yatmışam. Hər variantı yoxlamışam. Yəni çox zibil şeydir. Çarəsini həqiqətən tapa bilirsinizsə halalsızsa. Tərk etmək desə də tərk edə bilmirlər. İnsanıq. Yəni durub sən səhvsən deməyin də axıra qədər mənası çıxmır. Ya atdıra bilirsinizsə atdırın da, yəni ailənizdə içməsinlər. Düz deyə elələr var ki, çox qədərində içir. Hətta mənim elə tanışlarım var ki, bu dəqiqə atası ilə içir. Spesial güllər zadları var. O günləri oturub içirlər, vururlar. Amma o qədərini həqiqətən tutuzdurub və davadalaş çıxmır da indi. Var elələri. Amma deyirəm, mən qorxuram. Tuta bilmərəm, özümü buraxaram, pis bir şey. Səhvlərim olar da. Ailələr qayıdıb deyəcək ki, indi sən qədərində iyisən, özünü saxlamağı bacar, 1000 dənə temada. Danışmanın adı yoxdur içinci şey. Bu söhbətə heç ümumiyyətlə çox adama danışmamışam heç. Yayımda prosta indi nə bilim biraz təsir elədi sənə. Anlıq olaraq. Böyük ehtimal danışdığım üçün də peşmanam. Otu gözlə gətirirəm sənə, yaxşı? Sonra gətir. Gətirirəm, gözlə. Pozulur, pozulur. Bu şeydi, o evə gec gələn. Onun televizorun qabağında yatması o deməkdir ki, onun gəlməyini gözləyib. Bax, dramlara bax bir dənə. Bilirsən, bu qədər stres altında yaşayan uşaqlara daha doğrusu. Bu arada pul vermədi ya. Pul yığmaq söhbətində o birisi uşaq onun yerinə verdi ki, bilirəm ki, bunun pulu yoxdur. 10 manat verdi, yəni 5-5. Nəysə də, yəni onu demək istəyirəm ki, bu
Bu da stres altında yaşayan uşaqlar bir də gəlib deyirsən ki, pul ver yenə, amma mən demirəm hara xərcləyirəm, ver pulumu falan. Yəni, desən belə istəyinə görə verməlidir. Düzdür, istəyə görə yığırıq desən heç kim vermir. O da öz yerində də təbii ki, bunu bilirik. Amma yenə də yığmaq söhbətinə qalanda da ancaq 11-lər öz istəklərinə görə bəlkə onlar da daxil olsa, öz istəklərinə görə dediyim kimi. Ay daşqın dur da geç gəlsən dərsə. Ay, indi dərsə getmək istəmirəm. Niyə? Nə olub ki? Halım yoxdur. Orada getmişsən, nədir orası? Hazırlığa. Hə. Hazırlığa gedərəm. Hə, ora get. Çıxıb hazırlıqdan 1-2-3 aydır, 2 aydır. Xəbərləri də yoxdur məncə. Gedərəm hazırlığa. Mənə bax. Dəqiq yaxşısan? Ha, yaxşıyam. Baxa. Narahat. Qızdırma zadan yoxdur. Ay, yox, yox. Olmaram, sən yaxşı. Get də belə deyəm, o soğuk olur. Köynəyimi görməmsən? Özə qoyduğun yerdə. Buradadır ki. Pis uşaq deyil, nə zibilə düşüb bu? Bu hə, budur. Kollega, Sigeytsa, yaxşısan ha. Nə var, nə yox? Sözümü de ha. Da yaxınlaşdırın da kameranı. Şu yaxınlaşdırın bunlar. Tek kamerada çəkirlər həmişə. Əlimdə yağlı klentlər var. Öz aramızda bir dəfə yaxşı pul qazanacaqsan ha. Yeri gedişinlə məşğul. Sən öldürən peşman olmazsın. Özü bir dəfə eləmirsən də bunu. Niyə qorxursan, Eləmişəm, səhv eləmişəm. Sən məni tanımırsan, mən də səni. Eşitdin? Həm məktəbli bir qulaq as da. Birincisi iş çoxdur. İkincisi də sən özgə deyirsən ki, qardaşın arada maldan qırıb verəcək sənə, istəyirsən satarsan, istəmirsən kayıfa qulluğun. Salam əleykum. Hoppa. Görürəm nə bura? Hadi bir dənə qardaşıma bax. Ay belim. Şeydir, biri deyə bilər burada təbii ki, onların gözündən izləyirik, amma yenə də ara səhnədə bəzilərini biraz belə yaxınlaşdırmaq olar da hansısa danışanda onun sifətinə zoom. Ki məncə Türkiyədən indi film misalı ona görə biraz yaxşıdır. Başqa şeylər də belədir böyük ehtimal. Ay belim bura. Nə gəlsən burada? Vallahi buradan keçirdim. Buradan keçirdi. Nə deyirdi bu? Vallahi işdən başa düşmədim. Gördün? Ay. Bax sənə deyirəm. Bir də səni burada görsək, and olsun Allah sənin kürəyini sındıracam. Eşitdin nə? Ha? Eşitdin? Davaya bas ha burada. Ay! Siz ikiniz olmayanda tutmayacaq onu. Tanıyırsan bunu? Yox, kimdir ki? Tanımadığın adam yanında nə gəlsən bəs? Hə? Bariqadır. Məktəbə mal soxmaq istəyir. Hayda. Hayda. Bu bizim məhəllədən 2 itin o tərəfdə qalan deyil. Hayda, salam əleykum. Gördün? Özü sənə baxıram bayaqdan. Sigə çəksən sən? Arada bir dadına baxıram. Dadlıdır. Bu uşaq şeydir, uşaqdır da bu arada. Anası gecikənə. Bunun hələ məsələsinə bir girməmişik ya. Bunda da biz çıxacaq deyəsən. Abi. Bunda biz çıxacaq deyəndə yo bu o deyil. Bu şeydir. Haydi. Suka söhbəti. Nə var hə? Bir şey danışmaq istəyirəm. Qardaşım siz mənə soka deməyin, nə? Qardaşım? Başqaları da eşidir. Hoşuma gəldi. Nə deyə bəs? Bilmirəm, dünən pulu nəyə görə yığırdıq? Yəqin nəsə vacib bir şey görədir. Fikirləşdim ki, mən heç gündən nə artıqam, nə də əskiyim. Salam əleykum. Görsən, sən bu uşaq suka nə edirsən? Bu necə məktəbdə türməyə oxşuyur. Köhnə belə idi də. Salam. Mən də elə sizin yanınıza gəlirdim. Hə can, nə olub? Bu cür sənə göndərib. Ay can nə olub? Görmürsən nə olub? Ya Allah, çox sağ ol. Mamaya çox sağ ol deyərsən. Sağ ol. Şəkil çəkdirmək olar. Hə, niyə olmur? Gəl.
Belə tut. Bax bura. Arkada da pul yığırlar. Sən məzələn Həqiqətən düşdü o. sən nə bizdən? 200 o nə dolu? Bax bura. Adama 100 Sən Mənə suka deməyin. məzələn sən nə bizdən? Hardan səndə bu qədər pul? Hazırlığın puludur. Götürün heç olmasa mənim payımda olsun. Gələ hazırlığın puludur. Lazım deyil. Götürün də. Bir də elə deməyin. Belə hərəkətdən sonra sənə elə şey demək olar. Gələ. Öpürəm. Yaxşı. Getdim də mən. Davay. Rusçuna görmürsən deyir hazırlığın puludur. Sağ ol. İndi sukalığını görəcəksiniz. Dərsə girmirsən, pətən əy. Təzə söz tapdı da. İcazəliyim. Sağ ol Yaqub. Qulaq, biz nə edəyik? Girək dərsə. 5 dəqiqədə başlayıb girək. Qoy. Gedək başımızı qataq. Baba. Çox fərqli adamlara fərqli söhbətlər danışacaq o. Nə arsız adamdır. Başa düşmür hələ. Kimdir la bu? Hissə dəftərini gətirib bu dayı. Birincisi bu qaqaşın üzündə bu qədər xal. Yuf. Nə qədər düşmənin var sənin? Ora nə şüşəli? Gəl. Olar mı? Göz görmə. Borca pul almağa gedib bura. Ay sən belə qudurmusan. Neynəmişəm mən? Gəl, yenə anası başı aşağı. Pul yığıldığı öyrənildi. Suka teması. Nə oldu? Bu da təzə çıxdı. Bufetdən pul oğurluyursan. O nə danış? Bufetdən pul oğurluyursan. Suka. 200 manatı bufetdən oğurlayıb gətirib bunlara verdi. Cibindən çıxacaq 200 manat. Ağır temadır bu arada. Siz. Əvvəldə gicliyə qoyma. Elə bil anam işləyir mənim orada. Mən gecən belə bir şey eləyim. Pulu götürən də görüblər. Mümkün deyil elə bir şey. Görən də o. Ay ilahi. Görən də odur. Qalx düzüb. Onu çağır gəlsin buraya görüm. Baxarsınız mən deyən olacaq. Olar mı? Hə, gəl. İndi bir sən necədir? Sən öz gücünü göstərərək buna bir şey elədin. O da sənə elə bir hərəkət elədi ki, ya bildiyin sına qaldın. Başa düşdün? Ağır bir cavab verdi sənə. Nəysə bunların arasında bir söhbətlər olacaqdı. Amma qızışdırdılar bu məsələni. Maraqlı gəldi mənə. Biz 3 saniyə əvvəl başa düşdük bu söhbəti. Qəşəng. Bəyəndim. Fərqlilik hiss etdirir. Xoşuma gəlir. Maraqlı yerində qısardı ha. Amma mən dediyim söhbətə girərlər. Çünki görüblər səni dedi. Yəni o uşaq orada gəlsin desin ki, yox, mən görməmişəm. Ya o da ola bilər də çox boş tema deyə. O 200 manat uca yoxdur. Çünki o hara getdi? O partladı ona. Bütün heyəti təbrik edirəm. Çoxdan da bir serialın növbəti seriyasını bu qədər həvəsli gözləmirdim. Talih Yüzbəyev. Qəşəng. Həqiqətən qəşəng. Digər bölümlərdə davam eləyərik mütləq. İşte.